Değerli izleyicilerimiz, biz bugün İgid qəhrəman oğlumuz Abbasov Yunusin ev muzeyindəyik. Zakatala şəhərində. İgid qəhrəman oğlumuz vətən üçün, bayraq üçün canını fəda etdi. Yanımda hal-hazırda babasının adını daşıyan Yunusin əmanəti Vasif balamız var. Mən istəyirəm ki, Vasif məktəblidir. Neçənci sinifdə oxuyursan Vasif? 6-cı sinifdə oxuyur. Qarabağda bitən ömür adlı kitabı mən Vasifə hədiyyə edəcəm. Vasif, bu oğul İrşad Əliyev şəhid oldu ki, sənin kimi oğullar, sənin kimi övladlar gələcəkdə firavan yaşasınlar. Sənin atan İrşad əminin qisasını aldı. Bax, bu kitabı sənə hədiyyə eləyirəm. Bu isə ulduz olan qəhrəmanlardır. Burada bizim qəhrəman oğlanlarımızdan İlqar Abbasov, antiterror əməliyyatları zamanı şəhid olan Ramil Rəhimov, antiterror əməliyyatları zamanı şəhid olan Rasim Məmmədovdur. Bu oğulların da qisasını sənin atan aldı. Bax, bu oğullar haqqında yazdığım kitabı da sənə hədiyyə edirəm ki, bu kitabları oxuyasan, atan kimi oğulların necə qəhrəman olduğunu öyrənəsən. Mən sənə bu kitabı da hədiyyə edirəm. İnanıram ki, sən bu kitabı sevə-sevə oxuyacaqsan. İnşallah.